İcbari Sığorta Bürosu vətəndaş müraciətlərinin daha operativ və rahat qəbulunu təmin etmək məqsədi ilə xidmətlərini Asan Xidmət Mərkəzində təşkil etməyə başlayıb. Artıq 6 iyul tarixindən etibarən müraciətlər yalnız 2 saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən İcbari Sığorta Bürosunun xidmət pəncərəsi vasitəsilə qəbul edilir. Yeni xidmət məntəqəsində vətəndaşların müraciəti operativ şəkildə qəbul edilir. Sığorta ilə bağlı məsələlər yerində həll olunur. Bununla da xidmətlərin daha çevik və rahat göstərilməsi hədəflənir. Bu addımı atmaqla büro vətəndaşlara həm daha əlçatan xidmət göstərmək, vətəndaş məmnuniyyətinin ölçülməsi məqsədi ilə həyata keçirilmişdir. Eyni zamanda qeyd eləmək istəyirik ki, vətəndaşlar bununla yanaşı büronun çağrı mərkəzinə Ulduz 9707 müraciət edə bilər. Həmçinin göstərilən xidmətlərlə əlaqədar elektron müraciətlər də mövcuddur. Büronun rəsmi veb səhifəsi isb.az saytına daxil olmaqla həm şəxsi kabinetdən, həm də elektron xidmətlər vasitəsilə müraciət edib sorularını cavablandıra bilərlər. İcbari Sığorta Bürosu rəqəmsal xidmətlərin inkişafına da xüsusi diqqət ayırır. Vətəndaşlar qurumun rəsmi internet səhifəsində yerləşən şəxsi kabinet və elektron xidmətlər bölmələri vasitəsilə bir çox xidmətdən məsafədən yararlana bilərlər. Bundan əlavə, portalın icbari sığorta müqavilələrinin yoxlanılması bölməsi vasitəsilə sığorta müqavilələrinin qüvvədə olub-olmadığını onlayn qaydada yoxlamaq mümkündür. Qurum bildirir ki, vətəndaşlara daha rahat, sürətli və innovativ xidmətlərin təqdim olunması istiqamətində rəqəmsal həllərin tətbiqi bundan sonra da davam etdiriləcək. Biz daha çox elektron xidmətlərin aktivləşməsinə, elektron müraciətlərə üstünlük veririk. Amma bununla yanaşı fiziki olaraq müraciətlərdə büroya deyil, Asan Xidmət Mərkəzinə edilməsi nəzərdə tutulub. Burada göstərilən xidmətlər İcbari Sığorta Bürosunun inzibati binasının daha öncə göstərilən xidmətlərin hamısı Asan Xidmət Mərkəzlərində göstərilir. Burada kompensasiya ödənişləri ilə əlaqədar müraciətlərdir, sığorta tarixçəsinin ödənilməsidir, öyrənilməsidir, sığorta haqqının hesablanması, radar arayışı, müstəqil ekspertlərin kollektiv sazişə qoşulması kimi bütün göstərilən xidmətlər eyni zamanda hal-hazırda Asan Xidmətdə göstərilir. Bu xidmətlər siyahısı, həm də tələb olunan sənədlər həm Asan rəsmi səhifəsində, eyni zamanda büronun internet səhifəsində mövcuddur. Beləliklə, İcbari Sığorta Bürosu ənənəvi xidmətlərlə yanaşı elektron platformaların imkanlarını da genişləndirərək vətəndaşlara daha rahat, operativ xidmət göstərməyi qarşısına əsas məqsəd kimi qoyub.